Salam, hörmətli izləyicilər. Uşağa görə müavinət almaq istəyənlər və eyni zamanda vaxtında və pensiyaya çıxmaq istəyən şəxslər bu video sona qədər baxsınlar. Mən hüquqşünas Zaur Seyidzadə vacib bir məlumat verəcəm ki, hansı ki, çox vaxtı kütübəvi informasiya vasitələrdə həmin məlumatı verməyə incəliydim və yəni onun üçün belə adi vəkilin və ya hüquqşünasın yanına gedilməsi incəlik istədirsən. Amma mən bu gün demək istəyirəm, ona görə videonu bəyənin, qoy hamı bilsin imkan daxilində. Bir də hörmətli izləyicilər, sizdən xahiş edirəm. Mən əlvi şəxs olduğuma görə, əlvi arabasında olduğuma görə dünən 40 tanınmış əlvi haqqında kitab hazırlamışam. Həmin kitabı 2000 manata satıram. Eyni zamanda belə deyək, mən əlvi təşkilatının rəhbəri olaraq əldə etdiyim təcrübəyə əsasən məlumatlar yığmışam. Həmin kitabda var. Motivasiya kitabıdır. Dediyim kimi 20 manata satıram. Bunu da bəyənin, qoy hamı bilsin. YouTube kanalına abunə olun. Bunun əlavə telefonla hüquq məsləhəti 10 manata verən YouTube kanalına abunə olan şəxslər üçün və eyni zamanda qeyd edin ki, ərizələri yazıb e-mail, WhatsApp ünvanına göndərirəm. Əlavə qiymətə olaraq. Zəhmət olmasa mənə dəstək üçün bu videonu bəyənin, qoyun hamı bilsin. Eyni zamanda imkan daxilində kanalda iyanə edim. Kart nömrəndə, telefon nömrəndə həmin hüquqi yardımcısı, həmin iyanə üçün eyni zamanda kitab almaq üçün videonun izahı yerində YouTube kanalında qeyd olunub. Eyni zamanda YouTube kanalında şutubumuzda istənilən videonun üzərində var. Və yəni keçək mövzuya. Mənim verdiyim bu məlumat, hörmətli izləyicilər, həyat yoldaşları vəfat etmiş, yenidən ailə qurmuş şəxslərə, eyni zamanda boşanıb yenidən ailə qurmuş şəxslərə və ya evlatlığa uşaq götürmüş şəxslərə çox faydalı olacaq. Qanunvericidə qeyd olunub ki, 5 uşağı olan şəxs, yəni vaxtından əvvəl pensiyaya çıxa bilər. 5 il. Amma izah eləmir ki, yəni məcburdur 5 uşaq bir şəxsdən olmalıdır, yəni deyək, ər-arvaddan olmalıdır. Xeyr. Məsəl üçün, birinci həyat yoldaşınızdan 3 uşaq varsa, ikincide bir ailə qurmusunuzsa, həmin həyat yoldaşından 2 uşaq varsa, o halda da yəni pensiyaya çıxa bilərsiniz. Eyni zamanda evlatlığa uşaq götürmüşsünüzsə, əgər 8 yaşına qədər nəzərə alın. Mütləq qaydada bu uşaqlara da quruluq 8 yaşına qədər olmalı, uşaqlar da 8 yaşına qədər sağ olmalıdır. Əsas şərtlərdən biri budur. Eyni zamanda əgər qeyd edin ki, 5 uşaq olan şəxslər, 5-dən çox daha düzgün olan şəxslər 6 uşaq varsa, 6-cı uşaq 1 yaşı tamam olduğu halda, digər uşaqlarda hər uşağa görə